Herkese salam, videoma hoş geldiniz. Mən Zivər. Bugün videonun başından da gördüğünüz kimi məktəbdə bir gün çəkirəm. Amma necə bir gün çəkirəm? Tam olaraq bu videonu necə paylaşacağım mən də qərar verməmişəm. Ya bu günü məktəbdə də çəkəcəm, evdə də çəkəcəm, günlük bir vlog halına gətirəcəm, ya da ki bu günü çəkəcəm, saxlayacağam, məktəbin son günündə çəkəcəm, birləşdirəcəm, elə paylaşacağam. Bilmirəm mən də tam olaraq nə edəcəm. Amma bu gün məktəbə gedirəm. Məktəbin son gününə gedirəm. Bu gün Bu gün iyunun 8-idir və mən dərsə gedirəm. Çünki bu gün bizim BSG-miz var. Yox, mən sabah da gedəcəm, deyəsən kitab verməyə. Məktəbə gedirəm. Dedim ki, bu günü sizin üçün vlogluyum. Çünki məktəb videosu çəkməmişəm. Sadəcə bir dənə məktəb videosu çəkdim. O da may ayındaydı. Keçən il may ayında 2 dənə dərs videosu, məktəb videosu çəkdim. Amma bu ay may ayında yəni çəkmədim, bir dənə çəkdim. Ona görə düşündüm ki, bu gün belə bir vlog çəkim. Sizin üçün də maraqlı olsun, mənim üçün də maraqlı olsun. Belə. İndi gedəcəm, biraz yemək yeyəcəm. Daha sonra paltarımı dəyişəcəm. Paltarımı dəyişəndən sonra isə birlikdə evdən çıxacaq, gedəcək məktəbə. Məktəbə gedərkən ilk dərsə girmək istəmirəm. Niyə ilk dərsə girmək istəmirəm? Çünki mən ilk dərsə girsəm, sizin üçün normal bir video çəkə bilməyəcəm. Ona görə ilk dərsə girməyəcəm. Birlikdə biraz vaxt keçirərik. Daha sonra dərsə girərik. Hər zamanki ayaqqabımı da geyindiyimə görə gedə bilərəm. Yəni evdən çıxa bilərik. Çıxdım evdən, indi məhlədəyəm. Gedirəm məktəbə. Kəmərim də buradan görünür. Ben aslında içeri sala bilərdim, amma salmadım. Dedim buradan ya belə görünsün, biraz stilin olsun da, yəni ona görə salmadım. Kombinimi göstərmədim. Göstərəcəm. İndi Nərmin mənim yanımdadır. Çünki gəldi bura qədər. Bir yerdə gedirik dərsə Nərminlə birlikdə. Gedirik dərsə indi. Yol da boşdur. Boş deyil əslində da, yəni şagird mənasında boşdur. Mən uşaq gördüm məktəbə gedən. Zordur. Nəysə. Gedirik dərsə. İndi məktəbə gedən bilinmir. Hə. Sərbəst geyimdir deyə vəbşə şey olmur. Maşın birazdan indi mən. Bugün yenə pis makyaj günümdəyəm. Yəni qəşəng makyaj eləyə bilməmişəm. Bilmirəm niyə, amma son zamanlarda yaxşı makyaj eləyə bilmirəm. Bilmirəm nədəndir, bir isti havalardandır, nədəndir, amma normal makyaj eləyə bilmirəm. Makyaj eləyə bilmə qabiliyyətimi itirmişəm. Mən qışda çox qəşəng makyaj eləyə bilirdim. Amma neysə indi elə deyil. Makyaj eləmə qabiliyyətim biraz itib. Baxın biz kombin. Kombinimi göstərə bilmədim baya. Belə göstərim. Gedək. Yenə gəldim bura. Keçən videoda da buradaydım. Yenə gəldim bura. Kombinimi bir də belə göstərim. Kombində elə danışıram ki, elə bir şeydir. Elə bir toy şeydir. Elə bir toy kombinidir. Neçənci dəfə də göstərirəm. Neçənci dəfə, ikinci dəfə də. Nəysə. Az. Kombinim belədir. Nərmin. Gedək. Gedək. İlk dərsə girmirik. Ağaclar. Bizim oturduğumuz yer bütün tut oldu. Baxın. Heç nə, bunun üstündə oturaq. Biz normalde burada otururuq. Burada da tut ağacı var. Keçən videomda da göstərdim. Nə edəcək? Bu tərəfdə oturaq. Burada, bura rahat düşür. Ora məktəbdir. Biz ora getmirik. Biz buradan gelirik. Yes, avaraklanmaq. Avaraklanmaq. Nədir? 05'də çək. Xoşum gəlir 05'də çəkməkdən. Kalite 05'də çəkməkdən xoşum gəlir. Biz ətraf belə tam görünür, xoşum gəlir. Nərminlə oturmuşuq indi. Belə bir yerdə. Ağacın düz altında oturmuşuq. Bu da yoldur. Dayı. Saat neçədir? Saat 8:18-dir. Birinci dərs 18 dəqiqə əvvəl başlayıb. Gəl bura zarafat elə. Zarafat eləmirəm. Gəl. Yaxşı, gəl. Üzümə də heç də vurmadım əslində.
matıcı vurdum. Pudraladım matlaşsın diye. Eyeliner biraz, qələm eyeliner. Biraz da maskara vurdum. Dodaq qələmi, o qədər. Hə, Şübhəli. yəni ki, bugün az makyaj elədim. Amma az makyaj eləməmə baxmayaraq, yenə də çirkin görünürəm. Çirkin də bilsin necə, yəni belə pis görünürəm də, yəni. You know, çirkin. Tamamdır, İngilizcə. Gedirik dərsə. Birinci dərs bitib saat 8:55-dir. 8:50-də ikinci dərs başlayırdı. 5 dəqiqə ki başlayır. Biz çatana 10 dəqiqə olacaq. Girən 15 dəqiqə. Oturana 5 dəqiqədə keçici 20 dəqiqə. Üstümü qatır. O ya. Bundan götürürük bir dənə. Qiyməti 45 qəpik idi almaq istəyənlər üçün. Nəsə bunu götürürük. Tövsiyə eləmirəm. Amma şey pisdir. Nəsə bunu götürürük. Tövsiyə eləmirəm. Mən edirəm bir şey. Götürməm. Ay da dərsə gedirik. Məktəbin həyətində oturmuşuq. Qaya. Dördüncü dərsə giririk. Dördüncü dərs. Mahnıya bax arxadakına. Elə bir toya gəlmişik. Bizim sinifin pəncərəsindən baxın belə görünür. Aşağını çək hələ, lap aşağı. Aa, görsənir. Görünür. Hə, bax. Biraz da çək. Telefon düşəcək. Baxın, oralar evdir. Buranı da göstərim. Burada binadır. Bu da mənim. Hava qəşəngdir, amma bizi çölə icazə vermirlər. Ona görə qalmışıq sinifdə. Əslində Nərminci sinifindəydim. Sonra sinifdən qovulduğum üçün gəldim öz sinifimə. Buludlar qəşəngdir. Kamera daha qəşəng görünür. Mən ibtidaidə oturmurdum. Ay, Bir də göy köynək geyin. müəllim də bilməyən əsbab qaldırırdı, bilməyənlər qaldı. Ona bax. Gözəl ayaqqabımı çəkirəm. Sən də gözəl ayaqqabılar. Bizən şifr oldu, qaçırıq. Dur. Uşaqlar, biz dərsdən qaçmağı bacardıq. Kimin maşındır bu? Çıxdıq məktəbdən. Nətər deyirlər? Ay da unutdum deyil. Nə? Nə? Bu nə? Görev başarılı. Görəv başarıldı. Dərsdən qaçdıq. Gəldi, indi oturmuşuq belə burada. Ay, maşına dəydi. Qalamızda da maşın var. Çox önəmli bir məlumat. Çalışıram sizin üçün yaxşı vlog alındırırım. Çünki qısa video olanda bəzən yazırsınız ki, video qısadır falan. Özüm də şey olaram ki, yəni qısa video çəkməyim də. Sizin üçün uzun video çəkməyə çalışıram. Nəysə, indi oturum. Mənim mövzudan mövzuya. Birinci dəfə qaçmışıq, sonra deyim oturmuşuq, sonra video yerə. Tamam. Yavaş ki. Zaten 0.5x onsuz da uzun göstərir yolu. Mən də tez-tez gedirəm. Vəbşə elə uzaqdayam. Amma uzaqda deyiləm, yaxınım. Görürsünüz ana, oraya deyil. Cibimdə qələm var. Güya gəldim BSG yazmağa, BSG-ni də yazmadıq. BSG-ni yazmadıq. BSG üçün qələm gətirmişdim, yazmadıq. Qaldı BSG. Yəqin sabah yazacaq. Sabah da mən görəcəm. Yenə oturmuşuq burada. Buranı bir şey tanıdınız. Bura bizim artıq yeni yerimizdir. Buradan da tut düşür yerə. Gedirik evə biz. Saat 1 işləyir. Evə getmək qərarına gəldik. Ona görə evə gedirik. Artıq saat 1-dir. Mən isə evdəyəm. Bugün məktəbin bir gününü daha belə bitirmiş olduq. Sizə də bugünü vloglamaq istədim. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Bye bye.